İkinci YouTube videosundan herkese salam. Bugün Pool B adlı idman atacaqdıq və burada videonun giriş hissəsidir. Əgər giriş demək olarsa. Sonra burada bu gördüyünüz yeməyi yeyirəm. İdmandan qabaq olan yeməyimdir. Və bundan sonra idman edirik. Burada idmanın ilk hərəkəti ilə başlayırıq, lat pull down-la. Normalda mən əvvəllər 2 work set, bir dənə də back off set edirdim. Lakin 3 work set eləməyə başlamışam. Burada gördüyünüz səhv eləmirəmsə ilk setdir. Əgər elədirsə, əlbəttə ki. Burada təkrar açığı mən çox saymıram, amma 12-13 səklərinin üstünə çıxmamağa çalışıram. Pull B olduğuna görə bugün barbell row yoxdur. O hərəkətin yerinə deyəndə o hərəkəti işləmirəm. Sonra burada ikinci ya da üçüncü work setlə bir video var. Burada isə çəkini çox ağır eləməkdənsə, yəni biraz çəkini 5-10% aşağı salıb daha çox təkrarlara önəm verirəm. Pull B-də əsasən. Bu videonu, yəni bu seti sona qədər qoymağımın səbəbi tükənişə getməyə və yaxud da tükənişə bir təkrar falan qalmağın necə olduğunu müəyyən qədər bilməyinizə kömək olmasıdır. Burada da yalanla Amerikalılardan özəntilik eləyib belə bir hissə çəkmişdim. Sonra deyəsən bu üçüncü work setdir. Burada çəkimi biraz daha aşağı salmışam. Yəni birinci work setə nəzərən, çünki 3 work setin üçündə eyni çəki ilə eyni təkrar keyfiyyətini eləmək çox çətindir. Burada qaqaş əməli başda girişir. Amma kəsməyəcəm buranı, çünki yəni set necə davam edir onu görmək daha yaxşıdır. Yəni qaqaş orada olsa da. Burada bacardığım qədər özüm tək tükənişə gedirəm. Köməkli təkrarlar da atıla bilər, amma özüm tək olduğum üçün tək edirəm. Bu hərəkətdən çox təkrar göstərməyəcəm. Sadəcə son təkrarlardan görsəniz bəsdir. Necə yavaş və partlayıcı şəkildə dartdığımı görsəniz kifayətdir. Bayaq dediyim kimi çəkini yüngül qoyub daha hissiyata, daha çox stresə fikir verib təkrarlar atmaq daha keyfiyyətli olacaq. Ona görə də burada çəkini daha da yüngülləşdirib daha çox təkrar atıram. Son olaraq kardio və pozlama. Hələ diyetə təzə başladığım üçün çox da quru deyiləm, lakin vaxt keçdikcə daha da quruyacaq. Onlarım da soruşmayın.